Salam, hörmətli abituriyentlər. Bu gün sizlərlə Azərbaycan xanlıqları mövzusunun Cənub xanlıqları və Şəki xanlığı hissəsinin izahına baxacağıq. Əvvəlcə qeyd edək ki, 18-ci əsrin ortalarından 19-cu əsrin 1-ci rübünə kimi Azərbaycan tarixi xanlıqlar mərhələsi adlanır və 9-11-ci əsrlərdə Azərbaycanda feodal dağınıqlığı mövcud olduğu kimi, eyni ilə 18-ci əsrin ortalarından 19-cu əsrin 1-ci rübünə kimi ki, dövrdə feodal dağınıqlıq dövrüdür və bu dövr Azərbaycanda vahid ölçü çəki pul sistemi mövcud deyil. Bu dövrdə yenə də daxili çəkişmələr dövrü mövcuddur. Azərbaycan ərazisində vahidlik yoxdur və hal-hazırdakı xəritədə gördüyünüz üzrə Azərbaycan xanlıqlara, camaatlıqlara, sultanlıqlara və məlikliklərə parçalanmışdı və biz bir camahatlığın, Carbalakan camahatlığının, qeyd edək xəritədə Carbalakan camaatlığı 26 nömrəli ərazi olaraq işarə olunubdur. Biz İlisu, Qəbələ, Qutqaşen, Qazax, Borçalı, Ərəş kimi sultanlıqların Xaçın, Vərəndə, Dizaq, Çiləbörd, Gülüstan yaxud Talış kimi məlikliklərin mövcudluğunu bilməliyik və həmin o məlikliklər Qarabağ xanlığı ərazisində yerləşir. Xəritədə sultanlıqlardan 27, məsələn, İlisu sultanlığıdır, 25 nömrəli ərazi Borçalı sultanlığıdır, 24 Qazax sultanlığı, 23 nömrəli ərazi Şəmkəndli sultanlığı, 28 Qutqaşen, 29 Qəbələ, 30 nömrəli ərazi isə Ərəş sultanlıqlarıdır. Bu sultanlıqlardan başqa yerdə qalan bütün ərazilər Azərbaycanda xanlıqlar adlanır və biz ilk olaraq Azərbaycanın cənubunda xəritədə 13 nömrəli ərazi olaraq qeyd etdiyimiz Urmiya xanlığı, cənubda ən güclü xanlıqlarımızdan və daha doğrusu cənubda ilk ən güclü xanlıq olan Urmiya xanlığı haqqında danışaq. Urmiya xanlığının əsasını Əfşar tayfasından olan Fətəli xan qoyubdur və Urmiya xanlığı Azərbaycan xanlıqlarını birləşdirmə siyasətini yürütmüş xanlıqlardandır. Gəlin biz xəritədə qara rənglə, daha doğrusu sarı rənglə ifadə eləyək Azərbaycan torpaqlarını birləşdirməyə çalışan xanlıqları. 13 nömrəli ərazi, 7 nömrəli ərazi Qarabağ xanlığı, 2 nömrəli ərazi Quba xanlığı və 5 nömrəli ərazi Şəki xanlığı Azərbaycan torpaqlarını birləşdirmə siyasəti yürütmüş xanlıqlardır. Və Urmiya xanlığından Fətəli xan Əfşar Azərbaycan torpaqlarını birləşdirmək üçün Əfşar tayfasından olan Fətəli xan Azərbaycan torpaqlarını birləşdirmək üçün Azad xanla, Nadirin sərkərdəsi olmuşdu bu Azad xan vaxtı ilə və Xoy xanlığından Şahbaz xanla ittifaqda olmuşdu. İlk növbədə xəritədə Xoy xanlığının ərazisində 12 nömrəli ərazi olduğunu bilməliyik. 13 nömrəli xanlıq 12 nömrəli xanlıqla Azərbaycan torpaqlarını birləşdirmək üçün ittifaqda olubdu. Və Urmiya xanlığının mərkəzi əvvəlcə Urmiya şəhəri, daha sonra Təbriz Urmiya xanlığına birləşdirildikdən sonra Təbriz şəhəri Urmiya xanlığının mərkəz şəhəri olmuşdu. Və Urmiya xanlığının başçısı olmuş Fətəli xan Əfşar Azərbaycan torpaqlarını birləşdirmək üçün Kərim xan Zənd Şiraz hakimidir və Məhəmməd Həsən xan Qacar isə Astrabad hakimidir. Bu hakimlərlə Azərbaycan torpaqlarını birləşdirmə siyasətinə bu hakimlər mane olmağa çalışırlar, mübarizə aparır və Məhəmməd Həsən xan Qacar Urmiya xanlığının yoluna daş qoymaq üçün Qarabağa hücum eləyir. Sizə testdə düşəcək ki, Astrabad hakimi məsələn Məhəmməd Həsən xan Qacar 1757-ci ildə hara hücum eləyib? 7 nömrəli əraziyə, Qarabağa. Lakin 1757-ci ildə Qarabağ xanlığı ərazisində Xatın Arxı adlı döyüş baş verir. Həmin Xatın Arxı adlı döyüşdə Məhəmməd Həsən xan Qacar məğlub olur. Qarabağ xanı Pənahəli qələbə qazanır və Məhəmməd Həsən xan Qacarın Qarabağa yürüşü uğursuzluqla nəticələnir. Düzdür, Məhəmməd Həsən xan Qacar geri qayıdır, lakin geri qayıdarkən Astrabadda Kərim xan Zənd tərəfindən Kərim xan Zəndlə mübarizə üçün Astrabada gedərkən yolda sui-qəsd nəticəsində öldürülür və Fətəli xan Əfşar Azərbaycan torpaqlarını birləşdirmək üçün mübarizəsinə davam edir və Fətəli xan Əfşar Qarabağa hücum edir. Fətəli xan Əfşarın Qarabağa 1759-cu ildəki hücumun zamanı Qarabağda bayaq saydığımız Xaçın, Vərəndə, Dizaq, Çiləbörd, Gülüstan yaxud Talış məliklikləri Fətəli xan Əfşara, yəni Urmiya xanlığına köməklik göstərmiş olurlar. Yəni 13 nömrəli xanlığımız hücum çəkir 7 nömrəli əraziyə Azərbaycan torpaqlarını birləşdirmə siyasətini davam etdirmək üçün 7 nömrəli ərazidə yerləşən məlikliklər 13 nömrəli xanlığa, yəni Fətəli xan Əfşara dəstək göstərirlər. Soruşa bilərsiniz ki, nəyə görə Qarabağın ərazisindəki məlikliklər Xaçın, Vərəndə, Dizaq, Çiləbörd, Gülüstan yaxud da Talış məliklikləri Fətəli xan Əfşara köməklik göstərir? Bunun səbəbi məlikliklər Qarabağın birləşdirmə siyasətinə mane olub hər vəcihlə müstəqil saxlamaq istəyirdilər öz hakimiyyətlərini. Bunun səbəbi
səbəbi budur. Və Fətəli xan Əfşar 1759-cu ildə Qarabağa yürüş zamanı Şuşa qalasını cəmi 6 ay mühasirədə saxlayır. Nəticədə isə Qarabağın xanı Pənahəli asılılığı qəbul edir və öz oğlu İbrahim Xəlili Fətəli xan Əfşara girov kimi təhvil vermiş olur və Fətəli xan Əfşarın biz asılı vəziyyətə saldığı xanlıqları xəritənin üzərini təmizləyərək ümumi bir qaydada sayaq, sadalayaq. Fətəli xan Əfşar qırmızı rənglə qeyd edəcəyimiz xanlıqları özündən asılı vəziyyətə salıbdır. Urmiya xanlığı 13 nömrəli xanlıq. Biz bu xanlığın ərazisini göy rənglə ifadə edək ki, bu xanlıq asılı vəziyyətə salmışdır. Hansı xanlıqları? Əvvəlcə Xoy xanlığını özündən asılı vəziyyətə salıb, Təbriz xanlığını özündən asılı vəziyyətə salmışdı, Qaradağ xanlığını özündən asılı vəziyyətə salmışdı, Marağa xanlığını özündən asılı vəziyyətə salmışdı və Sərab xanlığını yəni ətrafında görürsünüz ki, Urmiya xanlığının, yəni mavi rənglə ifadə etdiyim 13 nömrəli xanlığın ətrafında dayanan bütün xanlıqları özündən asılı vəziyyətə salmağı bacarıb. Azərbaycanın şimalında isə özündən asılı vəziyyətə salıbdır Qarabağ xanlığını, İrəvan xanlığını və Şəki xanlığının ərazisini. 5, 8 və 7 nömrəli xanlıqlarda Urmiya xanlığından asılı vəziyyətə düşmüşdülər. Ancaq Fətəli xan Əfşar üçün Məhəmməd Həsən xan Qacar məğlubiyyətə uğradılıb öldürüldükdən sonra hələ Kərim xan Zəndlə mübarizə bitmir və 1761-ci ildə Urmiyalı Fətəli xan Əfşar Xoylu Şahbaz xanın, yəni keçmiş müttəfiqi, hansı ki Xoylu Şahbaz xan Fətəli xan Əfşara birləşdirmə siyasətində dəstək verirdi. Xoylu Şahbaz xanın Kərim xan Zəndlə ittifaq yaratması nəticəsində Qaraçəmən döyüşündə Fətəli xan Əfşar məğlubiyyətə uğradılır. Kərim xan Zənd qələbə qazanır və 1763-cü ildə Şiraz ərazisində Fətəli xan Əfşarı edam etdirir. Hətta 1762-ci ildə Kərim xan Zənd bütün Azərbaycan xanlarına, hansı ki özünə dəstək vermiş Azərbaycan xanlarına məktublar yazır ki, Şiraz ərazisində güya Fətəli xan Əfşar üzərində qələbə qazandığımızın şərəfinə bir qonaqlıq təşkil ediləcəkdir. Yəni Şiraz şənlikləri həyata keçiriləcəkdir. Sizləri də oraya gözləyirik. Hansı xanlıqlar gedir? Təbii ki, xeyirdən, şərdən qalmayan xanlıqlarımız var. Şiraz şənliklərinə sadəcə aldanıb gedirlər. O aldanıb gedən xanlıqları gəlin biz xəritədə qeyd eləyək. Bunlar da çox asan şəkildə yadda saxlanıla bilər. Urmiya xanlığı üzərindəki qələbə üçün təşkil edilmiş Şiraz qonaqlıqlarına qatılan xanlıqları qeyd eləyirik. Xəritədə hansı ərazilərdir? Naxçıvan xanlığı Şiraz qonaqlığına getmişdi. Naxçıvan xanlığından Hacı xan, Qarabağ xanı Pənahəli xan, Qaradağ xanı Kazım xan, Xoylu Bazxan və 18 nömrəli xanlığın, Sərab xanlığının xanı Əli xan burada iştirak edirlər. Biz bu xanlıqları Urmiya xanlığına qarşı, yəni üzərində qələbə əldə etdiyinə görə Kərim xan Zənd tərəfindən Şiraza çağıran xanlıqları bu formada da, yəni xəritədə qarmaq formasında da yadda saxlaya bilərik. Yəni burada iştirak edirlər Xoy xanlığı, Naxçıvan xanlığı, Qarabağ xanlığı, Qaradağ xanlığı və Sərab xanlığı. Şiraz qonaqlıqlarında təbii ki bu xanlıqlar girov götürürlər. Şiraz şənliklərinə qatılmış xanlar sübut edirlər ki, Azərbaycan xanları arasında birlik yoxdur və bir-birinə qarşı düşmən münasibəti bəsləyirlər bütün xanlarımız. Bu da Fətəli xan Əfşarın birləşdirmə siyasətinin uğursuzluğundan sonra Azərbaycan tarixində Təbriz xanlığının, daha doğrusu Urmiya xanlığının zəifləməsi və yeni bir xanlığımızın, Xoy xanlığımızın güclənməsi deməkdir. Cənubda olan Xoy xanlığı, cənubda yerləşən Xoy xanlığı Urmiya xanlığının zəifləməsindən sonra ən güclü xanlığımız olubdur. Urmiya xanlığının əsasını Şahbaz xan qoyub, Şahbaz xandan sonra hakimiyyətə Əhməd xan gəlib. Əhməd xanın 1786-cı ilə qədər hakimiyyəti dövründə xanlıq demək olar ki, güclənib, hətta özündən Naxçıvan, İrəvan, Qarabağ xanlıqlarını, Qaradağ xanlıqlarını və Təbriz xanlığını asılı vəziyyətə salıb. Urmiyadan sonra ən güclü xanlığımız olan Xoy xanlığı Əhməd xanın ölümündən sonra demək olar ki, 18-ci əsrin sonlarında hakimiyyət uğrunda mübarizələrdən zəifləyir və Qacarlar dövlətindən asılı vəziyyətə düşmüş olur. Təbriz xanlığının əsasını Əfşar tayfasından olan Əmir Aslan xan qoymuşdu. Təbriz xanlığı da Ərdəbil və Qaradağ kimi xanlıqları özündən asılı vəziyyətə salmışdı. Əmir Aslan xan hətta Azərbaycanın şimal ərazilərinin özünə tabe edilməsi üçün, şimal xanlıqlarının tabe edilməsi üçün cəhdlər göstərsə də, bu da məğlubiyyətlə nəticələnmişdi. Təbriz xanlığı 1763-cü ildə Fətəli xan Əfşar üzərində Kərim xan Zəndin qələbəsindən sonra müstəqillik əldə etməyi bacarır. Ərdəbil xanlığı cənubda Şahsevən tayfası tərəfindən, Şahsevən tayfasının xanı olmuş Bədir xan tərəfindən əsası qoyulubdur. Ərdəbil xanlığı Təbriz və Qarabağ kimi xanlıqlardan asılı vəziyyətdə olubdur.
1784-cü ildə Qubalı Fətəli xan Ərdəbil ərazisinə hücum eləyir, amma Rusiyanın narazılığı səbəbindən cənubda möhkəmlənə bilmir. Buna görə bu əraziləri tərk eləyir. Ərdəbil xanlığı da eyni Xor xanlığı kimi 18-ci əsrin sonlarında Qacarlardan asılı vəziyyətə düşmüşdü. Biz xəritədə gəlin, məsələn, göstərək Ərdəbil xanlığının ərazisini. 17 nömrəli ərazi Ərdəbil xanlığıdır, 2 nömrəli ərazi Quba xanlığıdır. Testdə sual düşə bilər ki, məsələn, 17 nömrəli əraziyə deyək ki, Ərdəbil ərazisinə hücum etmiş, 1784-cü ildə hücum etmiş xanlığın ərazisi 2, yaxud da ki, Quba xanlığı 1784-cü ildə hansı ərazini ələ keçirsə də Rusiya tərəfindən geri göndərilmişdir. Bu da 17 nömrəli xanlıq Ərdəbil xanlığı olacaqdır. Qaradağ xanlığı isə burada Qaradağ xanlığı 14 nömrəli ərazidir. Qaradağ xanlığının əsasını Kazım xan qoymuşdu və xanlığın mərkəzi bir zamanlar olubdu Əhər şəhəri. 14 nömrəli xanlıqdan bəhs edirik. Cənub xanlığımızdır. Qaradağ xanlığının əsasını Kazım xan qoymuşdu. Mərkəzi Əhər şəhəri idi və Qaradağ xanlığı bir zamanlar Urmiya və Qarabağ xanlıqlarından asılı vəziyyətdə olmuşdu. 1782-ci ildə də Xoy xanlığı ilə Qarabağ xanlığı hücum çəkib gəlirlər, Qaradağı süquta uğradırlar. Qaradağ xanlığı ilk süquta uğrayan xanlığımızdır. Bunu da bu şəkildə yadda saxlayırıq ki, ilk süquta uğradılmış xanlığımız cənubda olmuş Qaradağ xanlığıdır. 1782-ci ildə Xoy və Qarabağ xanlıqlarının Birləşmiş Qüvvələri tərəfindən süquta uğradılırlar. Demək, 14 nömrəli xanlığı süquta uğradan xanlıqları göstəririk xəritədə. Xoy və Qarabağ. Bu ikisi birləşirlər, gəlirlər 14-ün üzərinə. 1782-ci ildə onu süquta uğradırlar. Mako xanlığı Çuxur Sədbəylər bəyliyinin ərazisində Səfəvilər dövründə mövcud olub. Xəritədə göstərək. Mako xanlığı 11 nömrəli ərazidir. Çuxur Sədbəylər bəyliyinin ərazisində olub. Səfəvilər dövründə də Çuxur Sədbəylər bəyliyi bu sarı rənglə rənglədiyim hissədə mövcud olubdur. Səfəvilər dövründə Çuxur Sədbəylər bəyliyinin tərkibində olmuş həmin bu Mako xanlığı Bayat tayfasından olan Əhməd xan tərəfindən yaradılmışdı. Xanlıq da eyni zamanda Qacarlardan asılı vəziyyətə düşür, digər xanlıqlarımız kimi, digər bəzi xanlıqlarımız kimi. Sərab xanlığı Şəqaqi tayfasından olan Əli xan tərəfindən yaradılır və Sərab xanlığı Sadıq xanın zamanında güclənir. Əsrin sonlarında da Mako xanlığı kimi Qacarlardan asılı vəziyyətə düşür. Xəritədə Sərab xanlığının ərazisini də 18 nömrəli ərazi olaraq işarələmişik. 18 nömrəli xanlıq Sərab xanlığı olmuş olur. Marağa xanlığı Müqəddəm tayfasından olan Əli Qulu xan tərəfindən yaradılmışdı və Marağa xanlığı da 18-ci əsrin sonlarında Qacarlardan asılı vəziyyətə düşür. Zəncan xanlığı da Əfşar tayfasından olan Zülfüqar xan tərəfindən yaradılmışdı və Zəncan xanlığı da 18-ci əsrin sonlarında Qacarlardan asılı vəziyyətə düşür. Biz isə xəritədə hal-hazırda indi göstərək ki, hansı xanlıqlarımız Əfşar tayfası tərəfindən idarə ediliblər, müəyyən müddət işarələyəcəyik yaşıl rənglə. 19 nömrəli ərazi Zəncan xanlığı, 15 nömrəli ərazi Təbriz xanlığı, 13 nömrəli ərazi Urmiya xanlığı və 8 nömrəli ərazi İrəvan xanlığı Əfşar tayfası tərəfindən idarə olunan xanlıqlarımızdır. Biz cənub xanlıqlarımız haqqında danışdıq. İndi isə Azərbaycanın şimalında ən güclü xanlıqlardan biri olmuş birləşdirmə siyasəti yürütmüş və həmçinin ilk müstəqil xanlıq olaraq tarixə düşmüş 5 nömrəli ərazi Şəki xanlığı haqqında danışaq. Şəki xanlığı 1743-cü ildə hələ Nadir ölməmişdən qabaq məlumdur ki, keçən dərsimizdə keçmişdik ki, Hacı Çələbi tərəfindən yaradılmışdı. Hacı Çələbi 1743-cü ildə qaldırdığı üsyan nəticəsində Şəkinin müstəqil xanlıq, özünü isə Şəkinin müstəqil xanı elan edir və Şəki xanlığı da eyni Urmiya xanlığı kimi və Qarabağ və Quba xanlıqları kimi birləşdirmə siyasəti yürütmüş xanlıqlarımızdandır. Hacı Çələbi hakimiyyətə gələn kimi Qəbələ, Qutqaşen və Ərəş sultanlıqlarını özündən asılı vəziyyətə salır. Gedək xəritədə göstərək ki, Hacı Çələbi hakimiyyətə gələn kimi nə edir? Qutqaşeni 28, Qəbələni 29 və Ərəşi 30 özündən asılı vəziyyətə salır, xanlığa birləşdirməyə nail olur. Azərbaycan torpaqlarının birləşdirilməsi istiqamətində mühüm addımlar atmaq istəyən Hacı Çələbi Azərbaycanın siyasi inzibati mərkəzi olan 15 nömrəli əraziyə 1747-ci ildə hücum çəkir Təbrizə. Şəki xanlığının Təbrizə 5-in 15-ə hücumu 1747-ci ildir. Lakin Hacı Çələbi burada uğur qazana
bilmir və Azərbaycanın cənubuna getməsinin səbəbi nədir? Təbrizə sahib olmağın Azərbaycana sahib olmaq anlamına gəlməsi və Təbrizin Azərbaycanın siyasi inzibati mərkəzi olmasıdır. Şəki xanlığı növbəti yürüşü Qarabağ xanlığına təşkil edəcəkdir və 1748-ci ildə Qarabağ xanlığı ərazisində Bayat savaşı adlanan məşhur bir döyüş baş verəcəkdir Bayat qalası yaxınlığında. Həmin bu Bayat savaşına Şəki və Şamaxı xanlıqları bir yerdə birləşirlər, gedirlər. Lakin Qarabağ xanı Pənahəli qələbə qazanır, Şəki və Şamaxı xanlıqlarını məğlubiyyətə uğradır. Biz isə gedək xəritə üzərində Bayat savaşını izah edək. Xəritə üzərində hansı ki 5 nömrəli xanlıqla yaşıl rənglə ifadə eləyəcəyim digər bir xanlığımız olan demək 5 nömrəli ərazi Şəki xanlığı və 4 nömrəli ərazi Şamaxı xanlığı ikisi birləşirlər, 5 ilə 4 birləşirlər, 7 nömrəli xanlıq üzərinə hücum çəkirlər. Ancaq bu mübarizədə 7 nömrəli xanlığımız qələbə qazanır. Qarabağ xanı Pənahəli və 4 nömrəli xanlıqla 5 nömrəli xanlıq məğlub olub geri çəkilmək məcburiyyətində qalırlar və Fətəli xan Əfşardan fərqli olaraq Hacı Çələbi Qarabağda uğur qazana bilmir. 1751-ci ildə isə Çar bölgəsinə, xəritədə 26 nömrəli ərazidir. Xəritəni nisbətən aşağı yendirək ki, xəritə üzərində istifadəmiz asanlaşsın. Bir dəqiqə üzr istəyirəm. Demək, xəritə üzərində qeyd eləyək ki, 1751-ci ildə Çar bölgəsinə 26 nömrəli əraziyə Kartli və Kaxetya hökmdarları Teymuraz və 2-ci İraqli hücum edirlər. Lakin Hacı Çələbi gəlir 26 nömrəli ərazində bu iki qüvvəni məğlubiyyətə uğradır. Bunlar uğur qazana bilmirlər. Ancaq Hacı Çələbi Azərbaycanın şimal-qərb torpaqlarında güclənirdi deyə Hacı Çələbinin güclənmə siyasətinin qarşısını almaq üçün Gürcü hökmdarları Azərbaycan hökmdarlarına, xanlarına müraciət edirlər. 1752-ci ildə Gürcü hökmdarı 2-ci İraqli Naxçıvan, İrəvan, Qarabağ, Qaradağ və Gəncə xanları ilə əlaqələr yaradır. Qızıl Qaya xəyanətini təşkil eləyir Gəncə yaxınlığında. Yəni 2-ci İraqli Azərbaycanın bu xanlarını dəvət eləyir ki, gəlin Gəncə yaxınlığında Qızıl Qaya adlı yerdə toplaşırıq, Hacı Çələbi üzərinə yürüşə keçəcəyik. Lakin heç də elə olmur. 2-ci İraqli bu xanları necə ki Şiraz qonaqlığında Kərim xan Zənd Azərbaycan xanlarını əsir alır. Eyni zamanda 2-ci İraqli Naxçıvan, İrəvan, Qarabağ, Qaradağ və Gəncə xanlıqlarını çağırır Qızıl Qaya ərazisinə. Lakin onları əsir alır, Gürcüstana doğru istiqamət alır getməyə. 1752-ci ildə əsir alınmış xanları əsirlikdən Hacı Çələbi qurtarır. Hətta Gürcü hakimini məğlub elədikdən sonra Azərbaycanın ki Qazax, Borsalı, Şəmşədli torpaqları var idi. Nadir tərəfindən Gürcülərə verilmişdi. 25, 24 və 23 nömrəli torpaqları Gürcü işğalından azad eləyir. Hacı Çələbi həmin torpaqların idarəsini tapşırır oğlu Ağakişi bəyə. Və biz xəritədə Qızıl Qaya xəyanətində iştirak etmiş xanlıqların ərazisini qırmızı, bu dəfə fərqli bir rəngdən istifadə eləyək. Demək, Qızıl Qayada iştirak etmiş xanlıqlar 8 nömrəli xanlıq İrəvan xanlığı, 10 nömrəli xanlıq Naxçıvan xanlığı, 6 nömrəli xanlıq Gəncə xanlığı, 7 nömrəli xanlıq Qarabağ və 14 nömrəli xanlıq Qaradağ. Naxçıvan, Qarabağ və Qaradağ xanlıqları həm Şiraz qonaqlığında, həm Qızıl Qaya xəyanətində iştirak etmişdilər. Biz bu xanlıqları isə yuxarıya doğru qarmaq formasında yadda saxlaya bilərik. Naxçıvan, Qarabağ, Qaradağ, Gəncə və İrəvan xanlıqları Şəki xanına qarşı yaradılmış ittifaqda iştirak edən xanlar idilər. Hacı Çələbi Azərbaycan tarixində yeganə xanlardandır ki, Osmanlı ilə ilk dəfə diplomatik əlaqələr saxlamış xanlardan biridir. Hacı Çələbinin ölümündən sonra Ağakişi bəy taxta keçsə də tezliklə sui-qəsd nəticəsində öldürülür. Ağakişidən sonra Məhəmməd xan hakimiyyətə gəlir, lakin yalnız 40 gün hakimiyyətdə ola bilir. Hacı Çələbidən sonra hakimiyyətə gəlmiş şəxslər içərisində daha çox Şəki xanları tarixində müəyyən izlər qoymuş şəxs Hüseyn xandır. Hüseyn xanın hakimiyyəti 1779-cu ilə qədər davam edir. Hüseyn xan düzdür, sui-qəsd nəticəsində öldürülür. Ancaq Hüseyn xanın Şamaxını tutmaq kimi planı var. Hüseyn xandan başqa Qubalı Fətəli xanın da Şamaxını tutmaq kimi bir planı var. Gəlin xəritə üzərində izah eləyək. 5 nömrəli xanlıqda Hüseyn xan hakimiyyətə gəlibdir. Bu zaman 2 nömrəli xanlıq Qubada Fətəli xan hakimiyyətdədir. Və
Hüseyn xanla Fətəli xan bir yerdə 4 nömrəli xanlığı işğal etmək istəyirlər, Şamaxını. Belə də olur. Məsələn, 1767-ci ildə bu iki qüvvə Hüseyn xanda, Fətəli xanda, yəni Şəki və Quba birləşirlər, gəlirlər 4 Şamaxını işğal eləyirlər, öz aralarında bölürlər. Lakin sonra 1768-ci ildə bu iki şəxs arasında münasibətlər pisləşir. Hüseyn xan da Şamaxıya tam sahib olmaq istəyir. Fətəli xan da Şamaxıya tam sahib olmaq istəyir. Buna görə 1768-ci ildə Quba xanı Fətəli xan Hüseyn xanın hakimiyyəti altına verilmiş Şamaxı ərazisini də Qubaya birləşdirir. Yəni 1768-ci ildə Şamaxı tamamilə olur Quba xanlığının ərazisi. Lakin sonra 1769-cu ildə Qubalı Fətəli xan Şəkili Hüseyn xanla müqavilə imzalayır və bu müqavilədə deyilir ki, Şəki xanlığı Şamaxı xanlığının daxili işlərinə qarışmamalıdır və Şəki xanlığı lazım gəldikdə Quba xanlığına hərbi yardım da göstərməlidir. Qeyd etmək lazımdır ki, 2025-ci il Dövlət İmtahan Mərkəzinin ikinci qruplar üzrə keçirdiyi qəbul imtahanının ikinci cəhdində məhz situasiya sualı olaraq ikinci qruplarda Şəki xanlığı və Quba xanlığı arasında Şamaxının bölüşdürülməsi məsələsi və imzalanmış bu müqavilə məhz qəbul imtahanında istifadə edilmişdi. Və Hüseyn xanın ölümündən sonra hakimiyyətə sui-qəsd nəticəsində öldürülməsindən sonra Əbdülqadir xan gəlir. Əbdülqadir xandan sonra hakimiyyətə Məhəmməd Həsən xan gəlir. Məhəmməd Həsən xanın dövründə Şəki Qubanın tabeliyindən çıxır, müstəqil olur. Ancaq sonra 1785-ci ildə yenidən Qubadan asılı vəziyyətə düşür Şəki xanlığı və Məhəmməd Həsən xan vergi sahəsində işləri nizamlamaq üçün qanunnamə qəbul eləmişdi. Şəki xanlarının içərisində Səlim xanın müəyyən rolu vardı. Səlim xanın hakimiyyət dövrü iki yerə bölünür. Səlim xan Ağa Məhəmməd Xanqacardan asılığı qəbul etmişdi. Bir də 1805-ci ildə Kürəkçay müqaviləsini imzalamaqla Rusiyanın asılılığını qəbul etmişdi. Şəki xanlarının ən sonuncusu İsmayıl xandır və İsmayıl xanın zəhərlənərək öldürülməsi ilə 1819-cu ildə Şəki xanlığı ləğv edilir, yəni Rusiya tərəfindən ilhaq edilir, ərazi baxımından ləğv edilir xanlıq idarə üsulu və Şəkidə ruslar tərəfindən komendant idarə quruluşu yaradılır. Belə Cənub xanlıqları və Şəki xanlığı haqqında izahımız bu qədər. Növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.